Ben de sana teşekkür ederim. Ya, iyi. Gözleri doldu. Hayır, çok... Yo. Sen nəyəsə heyecanlanırsan da, Aha. o heyecanını bitirirsən o an. Bax bu kimi şeylərdə bəzən bizim valideynlərimizin müdaxiləsi mane olur. Yok desen de, gelmesen de, biliyorsun bir yarım sende. Bilmiyorum, göster bana bir yarının değil iki yarının da. Bugünkü mövzumuzu tahmin edin. Bu kadar eğlenceli, şen mövzu hiç vaxt olmayıb. Herkese günaydın. Xoş gördük hər birinizi dəyərli. Xoş gördük. Natamam podcast dinləyiciləri və Natamam podcast izləyiciləri. Biz Başlayırıq. ikinci sezonun 6-cı epizodu ilə başlayırıq. Dostlar, siz bizim podkastlarımıza Oikos İnkişaf Mərkəzinin dəstəyi ilə baxırsınız və bugün Natavanla biz Zaten başka kim olacaq? hansı mövzunu müzakirə edirik? Bugün çox gözəl, çox əyləncəli bir mövzumuz var. Elman, mövzumuz niyə hüzünlüyük? Oy. Çox əyləncəli deyil sizcə də? Lezvanı ver oradan. Bax, lezmadan əvvəl hər şey çox qəşəng gedir. Bax, hər şey gözəldir, yaxşı hiss edirsən, günə başlamısan, günəş indi çıxmayıb nəysə, çıxanda da fərqi yoxdur. Bax, havadan asılı olmadan, hər şey ətrafdan asılı olmadan, insanlardan asılı olmadan baxırsan ki, sağlamsan. Yediyin önündə, yemədiyin arkanda, pulun var, gəzirsən. Ya hər şey okeydir, hər şey okeydir, amma içində bir yerlərdə bir hüzün var. Bu o qədər gözəl səslənir ki, hüzün. Mənə görə hüzünlü olmağımızın bir neçə səbəbi var. Və bilmirəm, apardığım müşahidəmi bunu deyir, yoxsa ətrafımda mı belə insanlar çoxdur deyəmi mən bu fikirdəyəm. Mənə görə bizim hüzünlü olmağımızın səbəbi maddi imkanımızın zəif olmasına bağlıdır. Bu bir. İkinci səbəbi istədiyimizi axtarıb tapa bilmədiyimizə görə hüzünlüyük. Və üçüncü səbəbi bizi hüzünlü edən bizim valideynlərimizdir. Bəzi şeylərə aiddir. Təbii ki, hər kəsə aid deyil. O qədər başqa qapılar açdın ki, hal-hazırda. Bəli. Yəni mənə görə əslində sadalayaram, daha çox şey sadalayaram. Sadəcə bu 3 bənd mənim üçün bizim hüzünlü olmağımızın ən başlıca səbəbləridir. Çox üzr istəyirəm. Keçən dəfəki podkastda da dediyim kimi, ola bilər ki, bunların 3-ü də kimdəsə olsun. Ola bilər ki, bunun biri kimdəsə olsun, ikisi olmasın. İkisi olsun, biri olmasın. Hər kəsdə eyni olacaq deyə bir şey yoxdur. Kimi də olar, kimi də olmaz. Kimi də hansı var, kimi də hansı yoxdur. İndi sən bu 3 dənə qapını açdınsa, biz bundan içəriyə girməliyik. Yox, biz içəriyə girməliyik. Deməli, birincisi, maddiyata birincisini bağlamağım çox maraqlı gəldi, heç gözləməzdim. Birincisindən giriş eləyək. Nəyə görə maddiyat? Aç bunu biraz. Nəyə görə maddiyat? Baxın. Axı mən başda dedim ki, hər şeyimiz var. İşte yox imiş. İndi biz individual olaraq səndən mi yola çıxırıq, yoxsa genel? Yox, söhbət məndən getmir. Yəni qazanır da, qazanır. Yaxşıdır. X kişisi götürək, heç bir-birimizə şey eləməyək. X kişisi çox qəşəng qazanır, pulu var, xərcləyə də bilir. Aha, demək ki, bunda o digər 3 bənddən hansısa biri var. Bəli. İkinci giririk o zaman. İkincidə nə dedin? İstədiyini tapa bilmir. İstədiyinin nə olduğunu bilir. İstədiyinin nə olduğunu bilir. Sadəcə olaraq burada bax, iki
əlavə qapı çıxır bizim qarşımıza. İstədiyini bilir və tənbəllik eləyib istədiyinə çata bilmir və yaxud da istədiyini bilir, amma o istədiyinə çatmağa hansısa başqa bir şey mane olur. Kanalımıza abunə olun. Növbəti videoda görüşərik. Sağ olun. Error getdim. İstədiyini bilir, amma çata bilmir. Ya da ki, istədiyini bilmir, o bilmədiyinə görə də. İstədiyini bilir, amma tənbəllik eləyir. İşte bir ağıl işlədib, baş işlədib, ona çatmaq üçün nəsə eləmir. Və o da ona əsəb verir, hüzün verir. O da ona hüzün verir. Bir də var ki, həqiqətən də istədiyini bilir, amma hansısa bir vacib, ciddi bir səbəbdən ora çata bilmir. Və onda hüzün yaradır. Və onda hüzün yaradır ki, ulan kaş ki belə olmasaydı da belə olardı. Okey. Üçüncüsündə də valideynlərin təsiri dedin. Necə məsələn? Necə məsələn? Adamın hüzünlü olmamağı üçün, ümumiyyətlə gəl mən sənə bir sual verim, o sualdan sonra bu fikrimi davam edeyim. İnsan hüzünlü olmamaq üçün nə olmalıdır ki, insan hüzünlü olmasın? Əgər ətraf amildən asılıdırsa, ki bəzi hallarda asılıyıq, onun frekansını aşağı düşürtməyən insanlar olmalıdır çevrəsində. Yəni, insanlar olmalıdır, ya bir arzusu olmalıdır, ya bir xəyalı olmalıdır, o xəyalına çatmalıdır, İnancı onu gerçəkləşməlidir, inancı olmalıdır. Bax, bu kimi şeylərdə bəzən bizim valideynlərimizin müdaxiləsi bizim o istədiyimizə çatmağa, o ətraf mühitə qaynayıb qarışmağa, ora doğru ilerləməyə mane olur. Müdaxilə olur, bizim iradəmiz zəif olur, biz heç bir şey deyə bilmirik, valideynimdir, o nə dedisə olmalıdır deyirik və o qalır bizim üçün olduğu yerdə və biz hüzünlənirik ki, oradadır, mən buradayım. Okey. Tamam. Tardı podcast. O zaman özümə şey diyeyim. Mənim üçün amma hüzün açıqlaması olmayan əslində bir hissdir. Necə açıqlaması olmayan? Təbii ki, hansı amillərdən bayaq da dediyim kimi aslıdır. Amma genəldə sən onun nəyi həll yolunun nə olduğunu bilmirsən. Bax, belə bir şey var. Məsəl üçün, oyunlar olur bəzən. Bu hədəfə çatmaq üçün bu yoldan mı gedəsən, bu yoldan mı gedəsən? Belə bir şey var. İşte hüzün orada qalan bir şeydir. Hüzün. İnsandan çıxır və getdiyi yerlə, yox, belə deyim də, bizdən yansıyan bir dənə bir enerji var, işte hüzün də yansıyır. Gedib bir neçə dənə şeyə çıxa da bilər, amma çıxış yoluna çıxan bir şey yoxdur deyə düşünürəm. Cümləni təzədən qur. Başa düşmədim. Yox. Bax, o oyunlarda məsəl üçün bir dənə hədəf olur. Ora qədər okey. Tutaq ki, balığı deyir, necə tuta bilərsən? Bu tərəfdən mi getsən, A nöqtəsindən mi, B nöqtəsindən, C nöqtəsindən? Hüzünü bir balıq olaraq düşünün. Tutduğu yerlər də, məsələn, sənin dediyin ailə, A variantı ailənin apardığı yerdir, B variantı C var, çox da ola bilər, bu geniş miqyaslı ola bilər. Bu hüznün açıqlamasıdır. Amma hüzündən çıxa bilməyin, mən belə deyəcəkdim əslində, hüzündən çıxa bilməyin bir yolu yoxdur məncə. Yəni ruslar... Abi, yoxdur məncə. Как ни крути, hüzünlü olursan. İşte ben məsəl üçün, sən deyirsən, bu olsaydı şey, məncə yenə də hüzünlü olacaqsan. Maraqlıdır. Maraqlıdır, çox qəribədir. Mən o prizmadan baxmamışdım məsələyə. Maraqlıdır. Bax, işte onun o çıxış yolu yoxdur. Məsələn, deyirsən ki, neynəsəm hüzündən çıxa bilərəm? İndi mən məsəl üçün Elman deyəcəm ki, Elman, bayaq ABC saydın da, nə qədər şey saydın. Tamam, pulun var. Ya da ki, tamam, tənbəl də deyilsən, o şeyi eləyə də biləcəksən. Ya da ki, o şey əl çatmaz da deyil, onu da çatdın. Ya da ailən də hər şey... Ya, biz başa düşsən, hər şey okeydir. Amma başqa bir şey çıxacaq sabah, ona görə hüzün olacaqsan. Demək ki, hüzün əslində insanın içində olan, mizacında olan bir şeydir mi acaba? Hani doğal olan bir şeydir mi? Bəlkə də heç ondan qurtulmalı da deyilik. Bəlkə biz onu problem kimdən mi görməliyik? Daim bəlkə hüzünlü olmalı. Yox, daim də deyil də. Çox maraqlı. Mən özüm də hal-hazırda belə şey... Mənə, bilsən... Ne deyirlər, türklər deyir, ukde qaldı içimdə. Bax, içərdə belə bir şey var və ad qoya bilmirsən. Sən özündə deyirsən ki, buna görə olmur da. Hava, çox o da havaya bağlı, istələmsən. Nəsə var hava pisi, günəş, tamam günəş də çıxdı.
Bu da başqa bir şey çıxır. Yəni başa düşürsən, amma o var. Onun səbəbi yoxdur məncə. Ya da ki, səbəbi yəni dediyim kimi A da olar, B də olar, C də olar, amma sən onları həll eləsən, yenə də hüzünlü olacaqsan. Heç hüzünlü olmayan insan yoxdurmu səncə Mənə çox yer üzündə? maraqlıdır bax. Bu sən danışdıqlarından sonra mənə də maraqlı oldu ki, yəni bunda belə çıxır ki, heç üzünlü, heç vaxt üzünlü olmayan var amma. Məncə var. Ya bəziləri fərqində deyil, ya bəziləri çox alta süpürür ki, hani neqativdə qalmasın deyə. Ümumiyyətlə hüzün neqativ bir enerjidirmi? Bəli. Bəli. 100%. Nəyə əsaslanıb deyirsən? Yəni hüzün Sənin sifət və aslığına görə, ya da səni kövrəltdiyinə görə, səni düşünməyə vadar etdiyinə görə, səni daim düşünməyə vadar etdiyinə görə, daim sənin ağlında olub digər işlərə mane olduğuna görə hüzün neqativdir. Bəlkə hüzün istəyir ki, sən biraz da iç dünyaya dönəsən, biraz da hər şeydən qopub. Yaxşı, sənə elə gəlmirmi ki, sən onu eləmiş olsan, sənin orada bir asıllığın yaranacaq və sən orada qalacaqsan bir döngənin içərisində. Bəs sənə elə gəlmir ki, o hüznü hər dəfə üstünü örtə-örtə başqa şeylərlə qapata-qapata, onu heç yaşamadan, oradakı şeyləri nöqtə qoymadan həyatına davam eləməyin səni yenə qoyacaq. Bilsən necə, overthink dilləri qaldığın yerdə bir də görsən ki, fikrə daldın. Məncə o da hüzünün sən belə deyirsən, onda belə çıxır ki, sənin sözündən hüzün bizi inkişaf elətdirə bilər. Məncə içsəl dünyada sən elə bilirsən ki, daim orada qalacaqsan və mənasız yeri düşünü duracaqsan, elə gəlir sənə. Bəlkə hüzün elə bir şey deyil. Hüzün səni bax belə deyək də, sən işə gedirsən, keyfin yaxşıdır, əhvalın yaxşıdır, hər şey qaydasındadır və birdən, məsəl üçün, tutaq ki, hansısa bir şeyə görə hüzün var da sənin içində, birdən o yadıma düşür. İşte əlin qolun şey olur, bütün nastroyenin gedir, oturursan, onu fikirləşsən ki, ayda, bu niyə belə olmadı, niyə belə oldu, kaş belə olardı gibi. Səncə bu səni nə tər inkişaf elətdirə bilər? Əksinə o səni inkişafdan saxlayır axı. Okey də o zaman nə edirsən sən? Tez bir dənə şəmmahlar açırsan və olayı kapatırsan. Bax, mən buna nə əlavə eləmək istəyərdim? Kanalımıza abunə olun. Siz də öz fikirlərinizi şərhdə qeyd eləyin, önəmlidir. Nəyə qeyd eləyərdim? Məncə, tamam, okey. Mən bir şey demirəm də, bax. Hüzün ola bilər ki, məsələn, bu bitdi. Tamam, bu sənin üçün hüzün idi. Buna çatdın, getdi başqa bir hüzün başladı. Getdi başqa bir hüzün başladı. Məncə o hüzünlərin hamısının öhdəsindən gəlib, o hüzünlərin hamısını belə deyək də pozitivə çevirib, onları həll eləyib, belə həyatı davam eləyə bilərsən. Çünki sən demiş kimi olsan, elə olmuş olsa, o zaman hüzün bitmir. Gəl onda sənə bir dənə bir şey soruşum. Sən nəyəsə həyəcanlanırsan da, o həyəcanını bitirirsən o an? Yoxsa xoşuna gəlir həyəcan, məsələn futbol həyəcanı ya da ki bir işin çox gözəl. Həmin moment deyirsən ki, məsələn, bəs indi başqa işlərim qalıb. Yox, elə bir şey deyirsən. Elə də olur, belə də olur. Ya da ki çox sevgi dolu hiss eləyəndə deyirsən ki, bəs sevindin, dayan. İşim var indi. Olur. İşləyim, sonra sevinərəm. Olur, elə də olur, belə Ciddi də olur. Misin? Məsələn, bax, futboldan misal çəksən, məsələn, futbolun, tutaq ki, mənim üçün o xoşbəxtlik anı 90 dəqiqədir. Yəni, 90 dəqiqə bitəndən sonra maksimum bir 20 dəqiqədə o, əgər maraq göstərdiyim komandadırsa, məsələn, Qarabağın fanatıyam, Qarabağın bütün oyunları məni həyəcanlandırır. Maksimum yarım saat onun həyəcanını yaşayır. Amma mənim dediyim şey, məsəl üçün həyəcanın ortasındasan, bax həyəcan hələ dayandırırsan özünü. Dayandırırsan, eləmirsən elə bir şey. Yox, belə bax eləmişəm. Amma hər mövzuya da aid deyil məncə o. Məsəl üçün hər o sevindiyin dönəmə aid deyil o. Elə bir şey olar ki, tutaq ki, sevdiyin bir insanı düşünürsən, sevinirsən, sən demişkən saxlayırsan özgür duyamı dəqiqə, sevinmə, get video montaj elə, Natavan sənin saçı başı olacaq. Sonra sevinərsən. Məsəl üçün, tutaq ki, bunu eləyə bilmərəm mən. Mən o sevdiyim... Bunu eləyə bilmirsən, görsən. Mən sevdiyimə dəyər verirəm çünki. O mənim üçün dəyərlidir və o sevinməyi də mən o münasibətə
qatıram. Ondan əlavə də sən bu duyğunu pozitiv görürsən deyə deyirsən ki, hal-hazırda mənə çox gözəl hiss elətdirir. Qoy axsın. Düzdür. Bəli. Amma hüznə negativ bir enerji kimi baxdığına görə o an orada saxlamaq istəyirsən. Baxdığıma görə deyəndə ki, negativdir də. Negativ. Üzün sənə görə negativ deyil. İndi belə bir şey var, bilməm, izləyicilər baxıblar ya sən baxmısan yoxsa, çox gözəl animasiyadır, çox gözəl və məncə yaş sərhədi yoxdur o animasiyada. Inside Me-dir, səhv eləmirəmsə. Inside Me. Bir uşaqdır. Deməli onun beynindəki emosiyalardı da bir insanlar kimi təsəvvür edib o şey. Çox mükəmməl və onun ikincisi də desən 2 il bundan əvvəl çıxdı, getdim kinoteatrda baxdım. Mütləq şəkildə izlə Elman. Deməli birinci uşaqlıq dövründən başladılar. İkinci hissədə isə daha çox ergənliyini işlədilər. Çox gözəldir. Bax ananın demək uşaq qız uşağıdır. Onun beynindəki emosiyalardır. Anasının beynindəki emosiyalardır və atasının beynindəki və hamısı bir işçi görəvi var. Uşağın beynindəki aqressiya başqa demək qırmızı rəngdə olan bir balaca topuş bir şeydir. Göy rəngdə olan göy saçlı birisi pozitiv enerjini daşıyır. Biri hüzündür, biri falan filan. Orada çox gözəl bir hissə vardı. Ya birinci seriyasındaydı, ya ikincisində. Orada hüzün, orada deməli bir dənə hansısa bir emosiyadır ya da nədirsə, həyəcandır deyəsən. Həyəcan bir dənə hayal kırıklığına uğruyur. Əslində onu qız yaşadıklarına görə olur da. Prosta biz onun beyninin içindəkilərə baxırıq axı. Hayal kırıklığına uğruyur və oturur. Deyir ki, olmadı, alınmadı. Və o pozitiv olan göy saçlı bir dənəsi. Ay şey olsa altda şəkilləri falan qoyarsan ya. Çox maraqlı olar məncə. O gəlir deyir ki, xeyr, davay neşələnək, haydi pozitivləşək, sən burada qala bilməzsən, əylənək, eləyək falan filan. Onu neşələndirməyə çalışır. Hüzün gəlir. Onun o həyəcanının da səhv eləmirəmsə yanında oturur və deyir ki, mən səni çox yaxşı başa düşürəm. Hal-hazırda çox pis bir şey yaşadın. O da deyir ki, məni başa düşdüyünə görə sevinirəm də və həyəcan başlayır ağlamağa. Yenə də deyirəm, həyəcandır da, səhv eləmirəmsə o, amma əsas burada hüzünlə və pozitiv olan neşə və hüzün. Neşə deyir ki, yox, bu nədir? Ağlayır, o oradan çıxmalıdır. Biz indi işimizlə məşğul olmalıyıq. Həyat çox gözəldir. Bax ətrafa, yaşıllıq falan filan. Amma hüzün deyir ki, mən səni başa düşürəm, həyəcana deyir və mən sənin yanındayam. O həyəcan da başlayır ağlamağa və deyir ki, hüzün də deyir ki, bundan sonra hər şey yaxşı davam eləyəcək. Sadəcə acıvı yaşa və hüznüvü yaşa. Bax, bizim elədiyimiz şey hüznü görməzdən gəlməyimizdir. Bütün emosiyalar heç birisi negativ və pozitiv deyil mənə görə. Hamısı bizim emosiya kimi də emosiyadır. Zaten məncə emosiyadır. Kədər başqadır. Hüzün kədərin bir hissəsidirmi ya hüzünü artıranda mı çox kədərə dönür? Məncə bütün emosiyaları yaşamalıyıq. Bayaq dediyim kimi sevən vaxtda durub demirsən ki, hadi sevməyi yığışdırdım zat. Ha, elə də olur ha. Telefon ürək. Kstati onu belə qoyanda elə olur. Necə də başıma düşdüyünü iPhone-u üstə qoymayın. Sosial mesaj. Neçə dənə insan da elə olur. Bax, qorxu enerjisi, qorxu emosiyası ona güclü qalib gəlir və deyir ki, yo sevmək olmaz sənə, o adam səni tərk eləyəcək, yo çıx buradan və qoymur sevməyə. Başa düşdün? O an qorxu negativə dönür. Amma bəzi anlarda həqiqətən də qorxu çox pozitiv bir enerjidir. Nəyə görə? Sənə deyir ki, bu insandan çəkin, bu insan sənə nəsə şey verəcək. O anda qorxu emosiyası ortaya girir və sənə pozitiv bir şey yüklüyür və son anda çəkilirsən. Məncə emosiyaların sadəcə işləm şeyinə görə gözətmək lazım, baxış açısına görə, olaylara görə. Hadisələr əsas bəzən ola bilər ki, sən gözü bağlı sevərsən, amma qabaqdakı haqq etməz ya da o sevgi sənin çox böyük bir uçuruma aparar. Belə baxanda sevgi çox gözəl emosiyadır. Düzdür, biz hamımız bunu bilirik. Amma o anda düzgün yerə aparmadı səni həyatı. Yəni məncə hüznü pis olaraq adlandırmayaq. Sadəcə yaşamırıq onu, gizlədirik. Bugün vaxtım yoxdur. Billie Eilish'in bir dənə qəşəng çox gözəl mahnısı var. Həyatımın hər anında bunu istifadə edirəm. Nərdəysə No Time to Die. Mahnının adı budur. Ölməyə vaxtım yoxdur.
Həyatın içində o qədər ay ağlayacağam şimdi. Recep ediliyor böyle. Həyatın içində o qədər qarışırıq ki, bura qaçdım, onu elədim, bunu elədim, onu bir tək qalmağa, bir özünlə, biraz mahnıya qulaq asırsan, elirsən, sonra desən, yox, pozitiv bir şeylər qoyun, mən hal-hazırda işimdəyəm, ya mənə belə görməslər, sifətası. Yox, biraz o hüznü yaşamalısan, emosiyaları bildirməlisən, həqiqətən də ağlamaqdırsa ağlamalısan, ya da bilmirəm, ya da dilə gətirməlisən ki, sən məni incitmisən, sən mənə bugün bu hərəkətindən yaxşı gəlmədin. Bilmirəm, hüzün səssiz bir çığlıqdır. Çox maraqlı bir mövzu. Ben bugün romantik tarafından... Dostlar, qaldığımız yerdən davam edirik. Yox, onu demişdim. Bu dəfə deməyəcəm. Burada bir maraqlı bir qeyd var Natavan. Deyir ki, hüzn bizi daha empatik, daha anlaşıqlı və daha dərin insan eləyir. ChatGPT də mənlə razılaşdı. Gemini. Yəni bizi daha empatik eləyir. Onda mən belə bu günə qədər mən hüznü pis bilmişəm. Əslində isə hüzn pis bir şey deyilmiş. Heç bir emosi pis deyil. Bax, hüzünlənmək nə deməkdir? Hüzünlənmək, ağlamaq, keyfsiz olmaq, əhvalının olmaması. Yəni bunlar hüzün qrupuna daxildirmi? Mən deyim, sən təsdiqlə ginən, ya inkar etginən ki, yox. Ağlamaq, keyfsiz olmaq, əhvalının olmaması, kədərlənmək. Bunları da eləməli deyilsən yəni. Yox, eləməlisən yox. Yəni bu hansısa bundan biri ola bilər də, düzdür. Mən buna nətər pozitiv deyim axı? Mənə o çatmadı bayaq. Mən ona görə fikrə getdim bayaq. Yenə köhnə podkast izləyiciləri bilərlər ki, keçən verilişdə də bunu demişdim. Mən bir dəfə demişdim ki, kimə görə pozitiv, kimə görə negativ. Mənə görə hər şey baxış açısına görə şəkillənir. Kim dedi ki, sevgi, nə bilim, xoşbəxtlik gözəldir, kədər, üzüntü negativdir. Biz bunu ola bilər ki, yox elədir, hissiyatımıza görə deyirik. Hani bir şey bizi ağladırsa, çox pisdirsə, o zaman bu pisdir, bu olmaz yəni. Bu həyatımızdan çıxardıq, amma sən bilirsən ki, axmaq xoşbəxtlik deyə cahil xoşbəxtlik deyə bir şey var. Neznayka multifilminə baxanlar var da yəqin ki, orada Ostrov Çudisa, yox, Ostrov neyse, əyləncə parkı diye bir şey var idi. Orada bir adam Allah falan vermesin. Orada ona göre gözüne bakmırdım. Ona göre yüzüne bakmırdım. Ostrov Çudisa. Orada bir dənə parka atırlar bütün uşaqları. Amma Neznayka'da böyük animasiyası da əslində. Orada insanları o təmsildir o. En son versiyon. Yox, Neznayka na Lunie da, o da en sevdiğim şeydi. Əslində insanları göstərirlər, sadəcə uşaqlar üzərindən çıxırlar yolu xəstədir bu insan. Neznayka na Lunie. Na Lunie'dir da değil. Незнайка на Луне, все. Незнайка на Луне. Да, продолжай. Rusça ne güzel çıxdı. Neysə, orada uşaqları aparırlar bir adaya. Kısacası Epstein adasına da orada göndərmə var da. Orada əylənirlər. Bax, hər şeyin fazlası abartılıdır, ziyandır Elman. Yəni elə bir şey də var. Yəni xoşbəxtlik də səni abartısı pis yerə apara bilər. Hüznün də, kədərin də. Yəni bir emosiyada çox qala bilməzsən. Bax, amma onu yaşa. Okay, mən elə onu demək istədim ki, o fikrimin o hissəsi ilə razıyam. Ki emosiyan, yəni mövcud cari emosiya nədirsə bu dəqiqə, ağlamaq istəyirsən, gülmək istəyirsən, işte oturub qəmli musiqi dinləmək istəyirsənsə, yəni mən də onun tərəfdarıyam ki, elə, onu elə, saxta olma, yəni hüzünlüyəm, gülüm, nə bilim, ürəyim Aygün Kazımovanın hardasa mahnısına qulaq asmaq istəyir, amma gedim şeyə qulaq asım,
hamı səndən danışanda mənə də çağırarsan məsələn. Məcbur eləyim özümü ona qulaq asım. Amma halbuki mən harda sana qulaq asmaq istəyirəm və hönkür-hönkür ağlamaq istəyirəm it kimi. Əlində girdi bu tərəfə. İt kimi ağlamaq istəyirəm məsələn. İnsan kimi də ağlaya bilərsən. Məsəl üçün deyirəm. Mən bunu eləmək istəyirəm, məcbur özümü buna orada mən səndən razıyam. Bu biraz insanın daxilində şey yaradır. Belə saptırma Azərbaycancası nə idi? Azdırmaq. Hə, işte bax belə bu saptırır insanı. Fikir beyin qarışır. Yəni beynin çaşır ki, oğlum mən bir dəqiqə deyəndə mən hüzünlənmək istəyirəm. Bax nə edir? Bu niyə Aygün Kazımovaya qulaq asır? O içəridə qalan ukde kimi bir şey var ha, dediyim bayaq ki. Məncə o yaşamadığın emosiyandır sənin. Və ta uşaqlığından bəri. Məncə düşünsək, uşaq vaxtı heç birimizin içində belə bir şey olmayıb. Yox, olmayıb. Çünki biz bunu yaşad olduqca öyrənirik bu hisslə. Bəlkə hüzün elə içimizdəki uşaqdır? Niyə? İçindəki uşaq axı daim pozitivlik, daim xoşbəxtlik, həmən o Niznayka kimi daim karusellərdə fırlanıb cahil nə dedim bayaq? Cahil xoşbəxtliyi. İşte bəlkə o uşaq hal-hazırda sən içində elə saxlamısan və onu əyləndirmirsən, xoşbəxt eləmirsən, ona qulaq asmırsan deyə elə hüzünlənib. İçəridə oturub bir yerlərdə. Elə bəlkə odur. Və verilişimiz sona çatır. Çox fəlsəfi bir mövzu. Mən oturub bunu işləməmişəm. Elman bilir yəni. Biz bunu işləməmişik. Bizə bu bədayətən. Normalda biz hər bir verilişə hazırlanırıq. Düzü son şeylərdə bu sezonda hələ mənim hazırladığım bir şey olmayıb. Podkast olmayıb. Hamısını Elman hazırlayıb. Gəldim də yəni. Mənə dedi ki, bugün nə? Mən dedim ki, haydi bundan danışaq və hal-hazırda özüm mən həmişə deyirəm axı bu podkast ən çox bizə yarayır. Elə bir qapılar açır ki, çünki mən özüm də çözməyə çalışıram və çözdükcə də dərinliyə də girirəm. Bəlkə də deyirəm, yəni sadəcə mənə elə gəlir. Sən elə bir mövzu açmısan ki, bu mövzunu bilsən kiminlə? Müşfiq Şükürovla ancaq müzakirə. Müşfiq Ötkün deyə bir nəfər var. Şəklin çağırsaydıq ona. Oho. Gəlsə elə məmnun olaram. Ona o qədər suallar verərəm. Fəlsəfi. Bəlkə də görmüsən qarşına çıxır. Ha. Bu mövzunu ancaq Müşfiq müəllimlə müzakirə eləmək olar. Yəni bu qədər. Belə bir İnşallah. mövzudur. Belə bir mövzudur. İşte bir kesit paylaşıb, ona göndərib, onu dəvət eləyə bilərik. Gəlin Müşfiq bəy. Hə, nə düşünürsən bu haqda? Vallahi mən bir dəqiqə bilmirəm nə düşünüm. Çünki sən elə belə bir pauza yarandı. Dostlar, bir qısa ara verək, özümüzə gələk, daha sonra qayıdacağıq. Siz kanala abunə olun. Dəstək olmaq istəyirsinizsə olmayacaqlar. Dəstək də olmayacaqlar. İyanə eləyin bizə. Kofe Al saytımız artıq işləyir. Kofe almaq istəyənlər oca dünyadan köçdülər. Xəbər var, almaq olmadı. Və buradan bir koala çıxacaq indi. Bax o koalanın dediyini eləyin. Görüşərik. Dediyini mi? Çox qısa ara veririk. Öpürəm həyatım, sağ ol. Qaldığımız yerdən davam eləyirik podkastımıza. Bugün biz hüzün haqqında danışacağıq və hal-hazırda Natavanla bizim debatımız gedir burada. Birimiz deyirik ki, hüzün yaxşıdır, birimiz deyirik ki, hüzün pisdir. Amma burada bir qeyd, bir yazı çıxdı qabağıma. Deyir ki, daxildəki hüznü bir düşmən kimi deyil, bir qonaq kimi qəbul etmək lazımdır. O gələndə onunla oturub bir çay içmək, onu dinləmək və icazə verməliyik ki, içimizdən keçib getsin. Bax bu nə deyir? Deyir ki, hüzün qalmasın. Keçib getsin. Elman Cemnaydan zaten kömək istəyirdi. Mən dedim ki, belədirsə mən də öz ChatGPT-mdən soruşum. O da deyir ki, bu his keçmişə duyulan həsrətdən yarana bilər. İtirilmiş insanlara, yerlərə ya da artıq əvvəlki kimi olmayan günlərə bağlı ola bilər. Bəzən də insanın axtardığı mənana aid olduğu yerə tapa bilməməsi ilə. Məncə hüznün ən gözəl təsviri budur. Hər şey yerindədir, amma nəsə çatmır. Wow. İşte hüzünün özü də natamamdır ya. Wow. Çok iyi. Bir şey diyeceğim. Nəsə çatmır hissinə hüzün deməyi ChatGPT-nin. Çünki mən ona elə bir şey deməmişdim. Mən elə ilk dəfə də yazdım ki, hüzün haqqında danış dedim. Baba elə də yazmışam, hüzün haqqında danış. Və yazıb ki, hər şey yerindədir, amma nəsə çatmır.
Çox şaka gibi. Həqiqətən natamamdır. Natamamdır. Onda bayaq amma mənim qurduğum cümlədə bir şey diqqətimi çəkdi, fikir verdi. Qurduğum cümlədə deyəndə ki, Cemilayın qurduğu cümlədə bir şey diqqətimi çəkdi. Deyir, hüzün icazə ver, gəlib keçsin. Hüzün demir, qalsın. Demir, hüznü içində saxla. Demir, sənin kimi demir, hüzünlə dostluq elə. Amma sənin bayaq dediklərin ona çağırırdı ki, hüzünlə dost ol. Sən əgər elə hər kəs elə başa düşübsə, mən durum tərk edeyim efiri, studiyamızı. Yox, belə deyim, mən dedim ki, işte o animasiyaya baxanlar da yaxşı başa düşərlər. Sən bəyəm... Yox. Sən sevgi enerjisini tərk edərsən. Ya da agresivə deyərsən ki, bundan sonra agresiv olmayacağam, elə bir şey deyərsən. Bütün emosiyalar həyatımızda bizdə empatiya qurmaq üçün lazımdır. Bəli, lazımdır, razıyam. Burada okey. Demək ki, hüznü mən tərk edə bilmərəm. Amma niyə bəs böyük əksəriyyət qeyd edir ki, hüzün ara-ara gəlib getməlidir? İşte o, bayaq mənim sənə dediyim bir şey var idi. Bir insanın həyatı boyu hüzünlə, belə deyək də, yan-yana getməlidir. Belə çıxır. O şey olur, xeyir şərin birlikdə irəlilədiyi kimi. Belə bir söz var, deyir, xeyirlə şər dostdular. İşte hüzün... Yin-yang fəlsəfəsi də. Hüzün şər deyilmi? Düşünürəm. Hüzün xeyirdirmi səncə? Bölə bilmirəm mən heç vaxt həyatda nəysə. Ya belə deyək, yaxşı. Hüzünün sənin həyatına nə kimi bir xeyri var? Düşün, hüzünlüsən. Aha. Nə kimi bir xeyri var onun sənin həyatına? Bax, nə qatır? Bax. Nəsə qatırmı, nəsə alırmı səndən? Yaradıcı insanların çoxusuna ilham elə hüzünlüykən gəlir əslində. Bəzən xoşbəxt olurlar və o an bəstəkar belə musiqi bəstələyə bilmir. Düz. Amma bəziləri hüzünlüykən heç yemək də yeyə bilmir, əlini qolunu tərpədə bilmir. Bəziləri elə hüzünlüykən elə mahnılar, elə şeirlər yazır ki, hit olur. Bəli. Demək ki, hüzün, işte o bastırılmış emosiyalardırmı? Çox maraqlıdır. Mən amma deyə bilmərəm ki, mənə pis təsiri var. Yox. Mən həmişə qurtulmağa çalışmışam. Mənim bir dənə Instagram səhifəm var idi. Hə. Mənim bir dənə Instagram hesabım var idi. O vaxt TikTok falan da yox idi. Yəni düşün. Onu işlətməyə başladım illər əvvəl. 10 ili var məncə. Nəysə, mən orada ancaq mənə görə negativ. Amma normalda öz hisslərim, emosiyalarım, hər şeydə orada hər şey var idi. Bəzən də çox gözəl fəlsəfi sözlər, şəklin üstünə bir yazı qoyurdum. Nəsə belə şeylər paylaşırdım. Həyatımın bir dönəmdə dedim ki, yox, bu çox negativdir. Bu mənim həyatıma yaxşı şeylər gətirmir. O səhifəni deaktiv elədim də, vəbşim. Heç paylaşım zat da eləmədim. Deaktiv. Öz aləmimdə dedim ki, yox, hər şey falan. Amma sonradan, yəni mən həmişə çetrefilli olub, həmişə elə bilmişəm ki, yox, bu yaxşı bir şey deyil. Çıxmalısan buradan, pozitiv düşün ki, pozitiv olsun, bu qaranlığa girmə, dərinliyə düşmə, dərinliyə düşdükcə boğulacaqsın falan. Amma mən görürəm ki, boğulmursan, əgər üzməyi bilirsənsə, dərinə getsən də batmayacaqsan. Allahım, sağ olun. Mən şu an bunu kapaq qoyursam çox gözəl idi, çox gözəl idi. Bax, dərinlikdə batmaqdan qorxan zaten üzməyi bilməyən insandır. Əgər üzməyi bilirsənsə, nə qədər boşluğa düşürsənsə, nə qədər dərinə düşürsənsə, üzməyi də bacaracaqsan, orada olmağı da bacaracaqsan. Üzə də çıxacaqsan. Bir dənə söz var, Mevlana'nın sözü. Həyatın alt üst oldu deyə qorxma. Ne biliyorsun altının üstündən daha iyi olmadığını? Başa düşdün? Yəni dərinliyə getməkdən qorxur insanlar. Düşünürlər ki, yo qaranlıqdır, yo mən ora getsəm, mən elə bəd olsam, yaxşı olmayacaq mənə. Amma baxsan, onun frekansı, onun enerji şeysi orada daha qəşəng işləyir. Başa düşün, heç birisindən düşmən olmamalısan. Təslimiyyət enerjisində olmalısan. Bugün hüzün gəlibsə, mən durub yalandan artist eləyib ha-ha-hi eləməməliyəm. Mən onu deyirdim bayaq ki, sağ ol. Mən də onu deyirdim bayaq ki, eləməməlisən. Mən orada sənə qatılıram. Amma sənin bayaqdan, yəni mövzuya başlayandan bu yana hüzünü
pozitiv kimi göstərmək istəməyin mənə qəribə gəlir. Pozitiv kimi göstərmək istəmirəm. Yox da bilmirəm, ad qoya bilmirsən. Negativ olmadığını düşündürtməyə çalışıram. ChatGPT-yə dedim ki, hüzündən necə qurtulaq? Deyir ki, əvvəlcə bunu demək vacibdir. Hüzün həmişə düşmən deyil. Bəzən o bizə nəyisə çatışmadığını və ya nəyisə dəyişməli olduğumuzu göstərən bir siqnaldır. Okay. Çox iyi deyilmi? Görək Gemini nə deyir? Amma uzun müddət davam edib həyat keyfiyyətini aşağı salırsa, onun içində ilişib qalmaq sağlam deyil. Hüzündən çıxmağa kömək edən bəzi yollar. Hissi boğmağa çalışma. Zaten biz onu da özümüzdə dedik. Səbəbi araşdır. Hərəkətdə ol. Hə, belə bir şey də var idi. Deməli, o gün idmançılardan mı kimsə demişdi, nəsə demişdilər. Instagramda bir ara populyar oldu. Depression və ya anksiyete hərəkətdə olan bir insanı asla gelib vuramaz deyə belə bir şeylər çıxdı. Trendlər bu şəkildə danışırdılar özdə. O yüzden hep spor yap, hep hərəkətdə ol falan filan. Amma o günlərdə də bir dənə çox gözəl bir psixoloq idi, bilməm kim idi. Qəşəng bir şey danışdı. Dedi ki, elə bir şey deyil. Hərəkət halında gəlib səni immununu tutmayacaq deyə bir şey deyil. O beyində olan, beyində yaranan ya da bəzən ruhsal vəziyyətə görə gəlib səni yakalayan bir durum olur. O içində olan bir şeydir. O başqa bir yerdə deyil ki, gəlib səni tapsın. O baxmır ki, deyir, sən deyirsən ki, depressiyadasan, amma idman eləsən deyir, insan o qədər pis vəziyyətdədir ki, o heç stakanı buradan bu tərəfə qoyacaq vəziyyətdə deyil. Necə sən ona deyirsən ki, o momentdə hərəkətdə ol, idman elə nə bilən, boş-boş motivasyon konuşmaları mən də həqiqətən də sevmirəm. Ona görə də indi məsəl üçün ChatGPT deyir ki, hərəkətdə ol, gəzinti, məşq, pilates kimi fiziki fəaliyyətlər, o mən bilir ki, pilates trenerim. Ona görə biraz oradan girir. Haqlıdır. Okay. Amma qalmamaq üçün orada, daimi qalmamaq deyir üçün. Ki, hüznü düşmən yox, kompas kimi qəbul elə. Hüzün bizə içimizdə nəyin dəyərli olduğunu göstərir. İnsan ancaq dəyər verdiyi, sevdiyi, amma itirdiyi və ya çata bilmədiyi şeylər üçün kədərlənir. Wow. Onu məhv edən, onu məhv edilməli olan bir xəstəlik kimi görməkdən Elman, sənə aiddir, gördün. Təşəkkür edirəm. Bizə nələrisə öyrətməyə çalışan daxili bir bələdçi kimi baxmaq lazımdır. Bəli. O gün ChatGPT-yə deyirəm ki, mən özümü yaxşı hiss eləmirəm də, yəni neyiniyim də, yəni bilmirəm də nə var. Deyir, nəsə olub həyatında, nəsə itki. Deyirəm, hər şey okeydir, belə bir şey var idi. Nəsə bilmirəm də. Deyir ki, sosiallaşmağa çalış. Deyirəm ki, istəmirəm də insan görmək zat. İstəmirəm. Hətta deyirəm, qulağımdan aşıqla çıxıram çölə, bəzən tək özümlə deyil də artıq mənə deyirəm, ləzzət eləmir. Deyir ki, özünü zorla bir 15 dəqiqə falan biri ilə ən azından danışıq, yəni bir nəfər seç, ona 15 dəqiqə deyir, tahammül et, yəni. İndi yenə burada yazıb ki, sosial əlaqələri qorumağa çalış, yuxu və qidalamaya diqqət elə. Bunlar hamısı bildiyimiz şeylərdir zaten. Bir psixoloq da bunu deyəcək, ya da məşqçin də bunu deyəcək, ya da motivatorun, koçun da bunu deyəcək. Ucu bilirsiniz, Instagramda hər hansı bir insan da gəlib deyir ki, vitaminləri yoxlad, analizləri yoxlad, açıq havada yürüyüş eləməyə çalış, qidalanmağa fikir ver, yuxuva fikir ver, suyuva fikir ver. Bu mən hər dəfəsində tələbələrimə dediyim şeylərdir. Hər şeyi bilirik. Hər şey okeydir. Amma o hüzün buradadır. Məncə balaca uşaq teması çox akla yatandır. Həqiqətən də ola bilər. Ağla yatandır. Çünki bax, bir fikirləşin, uşaq vaxtı elə bir his var idi mi? Məncə yox idi. Ya bax, kədərlənmədən getmirə söhbət. Mamamız istənərdi, ağlayardıq, döyülərdi, şeyləyərdi. Ya da mənə park aparmadı falan filan. İstədiyim yeməyi yemədi. Ya da televizora qoymadı baxmağa falan filanları demirəm. İçimizdə uşaq vaxtı var idi bu his. Məndə yox idi abi. Məncə heç kəsdə yox idi. Məncə də. Heç kəsdə yox idi. Bax, bu şey də deyil. Ananla atan o momentdə dava eləyərlər. Sən oturarsan, ağlayarsan. Bu başqadır ya. Bu başqadır. Xahiş edirəm izləyicilərdə və Elman, bu başqadır. Yes, okay. Əminəm. Burada sənə hardasa belə qırıqlıq olacaq. Ya da mama ilə ata niyə belə oldu zat? Ya da aqressiv atamı çırparam zat şeyləri. Ya da nəsə də bu cür şeylər. Amma hüzün, bəlkə uşaq vaxtı yaşanmamış şeylər ya da yaşanılan şeylərin travması mı deyək hüznə? Ya da ki, elə orada yarımçıq qalan şeylərdirmi bizə bunu eləyən? İşte balaca uşaqla çox əlaqəsi olduğunu düşünürəm. Maraqlı mövzudur. Amma biz də mövzumuzu yekunlaşdırmalıyıq yavaş-yavaş.
siz bizə Oikos İnkişaf Mərkəzinin dəstəyi ilə baxırsınız dostlar. Kanala abunə olun, şərh yazın, mütləq şəkildə fikirlərinizi siz də bildirin. Sizin də fikirləriniz bizim üçün maraqlıdır. Qısa bir ara veririk, yekun fikrimizlə, yekun sözümüzlə podkastımızı yekunlaşdırırıq. Yekunlaşdırırıq bu epizodumuzu və sonda öz fikrimizi, yekun fikrimizi bildirmək istəyirik. Çox gözəl bir cümlə oxudu Natavan indi. Bir dənə oxuyun zəhmətimiz. Deyir ki, hüzün həmişə itirdiyin şeydən doğmur. Yəni kiminsə ölümü ya da ki, həyatımda nəsə itirdim, maddi, mənəvi falan. Bəzən heç vaxt yaşamadığın bir həyat üçün də hiss edirsən ki, kaş ki bu olardı, kaş ki bu cür desəydim, kaş ki o insan qalsaydı, kaş əvvəlki mən geri qayıtsaydı. Mən əslində Natavan lap başda mənə sual verəndə ki, hüzün sənin üçün nədir? Mən hüzünü 3 hissəyə böldüm. Mən əslində bax onu deyirdim. Yəni mənim demək istədiyim o. Çox gözəl oldu ki, elə bununla başladıq, bunu ilə də bitirdik, gəldi son olaraq da mövzu bura gəldi. Mənə görə və mənim şəxsi müşahidələrimə görə bizim ən çox hüzünləndiyimiz bu dəqiqə bax odur. O bəzi istəyib amma yaşaya bilmədiyimiz işte həyata görəmi, işte nəyəsə görəmi. Bax biz ən çox onun hüzününü çəkirik. Biz sevgi hüzününü çəkmirik. Biz sevə bilmirik. Çünki biz sevgini oyuncağa çevirmişik. Buradan bunu da deyim. Sevgi mənim üçün çox müqəddəsdir, bilirsən. Romantik adam. Yəni sevgi mənim üçün aşk adamı, aşk çocuğu. Mənim üçün sevgi romantizm deyil. Mənim üçün sevgi din qədər toxunulmaz, din qədər önəmli və vacib bir şeydir. Ona görə biz sevməyi bilmirik. Sevgiyə görə hüzün yaşayanların da Şəhla xanım bir mənə kursa yazın da. Mən danışa bilmirəm. Bu çocuk konuşa bilsə nələr anlatacaq amma. Yəni çox yaxşı oldu ki, biz əslində fikri onunla başlayıb onunla da bitirdik. Mənim demək istədiyim bunlar idi. Sən nə əlavə eləmək istəyirsən? Sən də fikrin var. Onsuz ancaq öz fikirlərimi dedim, amma burada ChatGPT-də çox gözəl şeylər deyir. Bir-iki dənə onları da deyim. Hüzün bəzən insanın mənaya olan aclığıdır deyir. Hər şey var kimi görünür, amma ruh daha dərin bir şey axtarır. Ona görə bəzi insanlar gün batımında, yağışda, sakit musiqidə qəribə rahatlıq tapırlar. O anlarda hüzün onları incitmir, əksinə özlərinə yaxınlaşdırır. Amma burada incə bir xətt var deyir. Hüzün gözəldir, amma ev deyil. Onu ziyarət etmək olar, nəsə öyrənmək, şeir yazmaq, dua etmək, düşünmək olar. Amma onun içində yaşamağa başlasan, o artıq səni həyatdan uzaqlaşdırır. Bəlkə də hüznün ən gözəl təsviri budur. Hüzün sənə keçmişi xatırladır, amma gələcəyini əlindən almamalıdır. Çox gözəldir. İnsan sağaldıqda maraqlı bir şey olur. Keçmiş dəyişmir, xatirələr də qalır. Dəyişən odur ki, həmin xatirələr artıq canını yandırmır. Sadəcə sənin hekayənin bir hissəsinə çevrilir. Bəlkə də hüznün məqsədi bizi sındırmaq yox, daha dərin, daha mərhəmətli və daha şüurlu bir insana çevirməkdir. Bayaq dediyimiz empati hissinə görə də. Əsas məsələ odur ki, bir gün dönüb geriyə baxanda o hiss məni saxlamadı, məni böyütdü deyə biləsən. Ağlayacağım şimdi amma. Super. Yəni həqiqətən də çox gözəl fikirlər idi. Sənə çox təşəkkür edirəm. Mən də sənə təşəkkür edirəm. Gözləri doldu. Hayır, çox. Yo. Ağla bir baxırsa yığaq, ağla görür. Nə? O zaman bayaq sənin kameraya çəkməliydik dərmiş. Çox gözəldir. Bilmirəm, çox qəşəng oldu. Mən sənə çox təşəkkür edirəm bu mövzuya. Mən hüzünlüyəm və bunu sevirəm. Zaten elə də olmalıdır Nata. Yəni doğrusu da olmalıdır. Xahiş edirəm, heç kəs maskalanmasın. Yəni olmalıdır. Mən də onu demədim. Yəni belədir. Ağlamaq istəyirsənsə ağlamalısan, hüzünlüsənsə utanmamalısan heç bir hissindən. Heç bir halda utanmamalısan. Gülmək istəyirsənsə gülməlisən və bunun cinsiyyəti yoxdur, kişisi, qadını yoxdur. Mənə görə yoxdur. Kişi də, qadın da. Nə yaşamaq istəyirsənsə odur. Bu anda nədirsə odur, o olmalıdır. Aynen. Kanala abunə olun dostlar. Bizim belə maraqlı mövzularımız bizi üzünləndirməyin lütfən. Bizi üzünləndirməyin lütfən. Yəni Allah aşkına. Bizim gecən qonaqlarımız olacaq, siyahımız var. Onu sizə göstərməm bir şey hələ. Mən də göstərməyim. Məndə də yoxdur çünki. Göstərməm bir şey hələ. Kanala abunə olun ki, o qonaqlı buraxılışlarımızı qaçırmayasınız. Özünüzə yaxşı baxın. Emosiyalarınızı gizlətməyin. Daim
Mənə mesaj gəldi. Və daim Xoşbəxt olun. xeyr, niyə insanları məcbur edirsən? İşte bu da düzgün deyil. Xoşbəxt Buradan olmağa giririk. çalışın. Mən dəvətnaməsinə yazmış. Keçən podkast danışmışdım ya. Bu mikrofonuma girdi. Yazmış Allah xoşbəxtdir. Niyə də yəni? Başqa bir emosiya yoxdur. Ancaq xoşbəxtdir. Siz arzuladığınız insanlar həqiqətən də xoşbəxtdirlər. Hadi bunu konuşalım. Gələn podkastın mövzusu çıxdı. Hadi bakalım. Niyə xoşbəxtdik? Növbəti podkastda görüşərik dostlar. Cəmi bir həftəlik ayrılıq sizdən. Bir həftədən sonra yenidən sizinlə birlikdə olacağıq. Sağ olun. Hələlik.